Salam qızlar, mən yenə mətbəxdəyəm. Ən çox vaxtım demək olar ki, mətbəxdə keçirir və evimin ən sevdiyim yeri də mətbəximdir. Bugün sizə çox sadə, amma eyni zamanda dadlı bir şey hazırlayıram. Hazır lavaşdan elə 5 dəqiqəyə gözəl bir qəlyanaltı düzəldirəm. Göyərtiləri də artıq yuyub süzmüşəm. İndi doğrayıram. Mən göyərtiyə pendir, qoz qatanda daha çox sevirəm. Bilmirəm siz necə? Bu arada sizlərə bir şey danışım. Hər dəfə belə tez hazırlanan yemək edəndə yadıma qaynanam gəlir. Bir dəfə onlara qonaq gedəndə tezbazar bir şeylə hazırlamaq istədim. Dedim, qısa vaxtım var, lavaşdan belə bir dürmə hazırlayım. Qaynanam da belə sakit-sakit baxır. Axırda dedi ki, ay qız, sən bunu hardan öyrənmisən? Bizim vaxtımızda lavaş belə hörmət görmürdü. Gülmüşdüm. Dedim, ay mama, indi dövr dəyişib. Lavaşın özü belə bir yeməkdir artıq. O gün bugündür. Lavaş görəndə onu xatırlayıram. Hə, indi keçim qarışığa. Bax, belə doğradım göyərtimi. Bir qaba tökürəm, üstünə pendir, azca duz, sonra bunları yaxşı qarışdırıram. Lavaşı da masanın üstünə düzüb, bir-bir içinə göyərti qoyub, belə rulon halında bükürəm. Daha sonra yumurta, qatıq, biraz da duru yağ əlavə edib sos hazırlayıram. Bükdüyüm lavaşların üzərinə əlavə edib 200 dərəcə öncədən qızdırdığım sobada üstü qızarana qədər bişirirəm. Əgər siz də belə sürətli, amma maraqlı reseptlər sevirsinizsə, mütləq sınayın. Şərhlərdə yazın, qaynana hekayəniz varmı? Həyat qarma-qarışıq olsa da belə kiçik anlar adamı xoşbəxt edir. Çox sağ olun, sona qədər videomu izlədiniz. Gələn vloqlarda görüşərik. Hələlik, videonu bəyənməyi unutmayın. Mağla mağla savi prensona najda, cilvelo oynanayda, veşmimino kokte babona najda, cilvelo oynanayda, sakvareze tamaşivona najda, cilvelo oynanayda, gimixtasa dilo babona najda, cilvelo oynanayda, nayda nayda nanayda oynanayda, cilvelo oynanayda, nayda nayda nanayda oynanayda, cilvelo oynanayda.